Qafqazda ilk olacaq unikal layihənin icrasına başlanılıb. Burada Dərnəgül elektrik deposunda nəhəng mühəndislik işləri həyata keçirilir. Belə ki, metro xəttinin altından avtomobil və piyada yolu keçəcək. İşlər başa çatdıqdan sonra xüsusilə Ulduz və Koroğlu metro stansiyalarının yaxınlığından keçən yolda nəqliyyat axınının sürətlənəcəyi gözlənilir. Yeni yol bağlantısı alternativ marşrutların yaranmasına imkan verəcək. Metro, avtobus və dəmir yolu qovşağının formalaşdıracağı üçbucaq ictimai nəqliyyatın dayanıqlığını artıracaq. Metro islahatları çərçivəsində yaşıl və qırmızı xəttlərin ayrılmasına görə yeni çəkilən yol metro xəttinin altından keçəcək. Bu tunel gələcəkdə Bakı dairəvi bir yoluna bağlana bilər və bununla da Bakıya əlavə yeni bir giriş-çıxış yolu açılmış olacaq. Qeyd olunan qovşağın yaradılması bütün nəqliyyat növlərini qeyd etdiyimiz kimi vahid mərkəzdə birləşdirir. Yəni burada sərnişinlər həm metro, həm dəmir yolu, həm avtobus nəqliyyatına, yəni yerüstü sərnişin daşımasına əlyetar olur və vaxt itirmədən bunlara əlçatan olur və eyni zamanda da bu xətlərin burada müvafiq qeyd etdiyimiz kimi layihələndirilməsi bu xətlərin kəsilməzliyini, yəni nəqliyyat əlaqəliliyinin kəsilməzliyini təmin edir. Yaşıl xəttində ayrıca depo yaratmaq zərurəti yaranıbdır. Həmin depoda bu Dərnəgül stansiyası yaxınlığında yaradılır və depo tikildiyi zaman isə istər-istəməz yaşayış məntəqəsinin ikiyə bölmüş sayılır və burada avtomobil tuneli tikilmək zərurəti yaranıbdır. Təxminən 200 metr uzunluğunda, 2 zolaq 9 metr enində bir tuneldir. Bu tunel dediyim kimi həmin bu iki yaşayış məntəqəsini bir-birlə birləşdirəcək və gələcəkdə də biz bilirik ki, Bakı dairəvi bir yolu Biləcərdə dayanıbdır. Onun gələcəkdə davam etdirilməsi planlaşdırılır. Mütəxəssislər bildirirlər ki, bu cür layihələr dünya praktikasında nadir hallarda tətbiq olunur və əsasən böyük şəhərlərin nəqliyyat yükünü azaltmaq məqsədi daşıyır. Bakıda həyata keçirilən bu təşəbbüs isə şəhərin şimal-şərq istiqamətində hərəkət edən nəqliyyat axınının optimallaşdırılmasına xidmət edəcək. Bu layihə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramının bir hissəsidir. Məqsəd paytaxtın nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə töhfə verməkdir. Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175,3 metr, hərəkət hissəsinin eni 8,5 metr, daxili hündürlüyü isə 7 metr təşkil edəcək. Avtomobil tuneli iki hərəkət zolaqlı olmaqla inşa ediləcək. Burada hər bir istiqamət üzrə xidməti baxış və piyadalar üçün piyada səkilərinin inşası da nəzərdə tutulub. Piyadaların hərəkəti üçün nəzərdə tutulan tunelin uzunluğu 201,9 metr təşkil edəcək. Tunel hərəkət hissəsinin eni 6 metr, daxili hündürlüyü 2,7 metr olmaqla inşa ediləcək. Dərnəgül ərazisində həyata keçirilən bu layihə uğurla tamamlanarsa, paytaxtın digər hissələrində də oxşar infrastruktur həllərinin tətbiqi mümkün ola bilər. Qasım Xuluflu, Rüfət Əliyev, İTV Xəbər.